şəhid analarla birgə bayram keçirdirik. Bu bayramı keçirilməsində böyük əziyyəti olan Mingəçevir igidlərindən Cahangir Tağızadənin döyüş yoldaşları, hərbiçilərimizə çox təşəkkür edirik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah inşallah verilən ehsanları qəbul eləsin. Bugün sevindirici haldır ki, Azərbaycanın bütün bölgələrində Qurban Bayramı keçirilir. Buna görə də biz şəhidlərə borcluyuq. Allah hamısının ruhunu şad eləsin inşallah. Oğlum, bugünkü günü bu sırfanı bizə təşkil edən, bu məclisi təşkil edən, bizi yadına salan hər bir insana təşəkkür edirəm. Hər bir hərbiçidirmi? Yəni nə işdə işləyirsiniz? Hərbiçilərimizdir. Hərbiçilərimizdir. Allah Teala canlarını sağ eləsin. Allah həmişə onları qorusun. Onlar bizim başımızın tacıdır. Orucov elçinin anasıyam. Allah ruhu şad etsin. Yadına salar. Hər bir kəsə təşəkkür edirəm, eləcə də sizə. Var olasın. Mən Həsən Ömerşadın anasıyam. Hərbiçiydi oğlum. Şəklini də elə düşsün, var orada. Hə. Bütün hərbiçilərə can sağlığı, bu stol təşkil edib, bizləri yad eləyən, şəhid analarını yad eləyən oğulların Allah ömürlərini, uzun canlarını sağ eləsin. Amin inşallah. Mən İsmailov Kamalın anasıyam. Allah bütün şəhidlərə rəhmət eləsin. Şəhidlərin də gücü qoşanlara Allah ömür versin, Allah canlarını sağ eləsin, Allah səni də sağ eləsin. Var olasın sana. Var olasın. Mən də Zakirov Zavodun anasıyam. Bütün bu kollektivə, hər kəs kim təşkil edibdir. Çox sağ ol deyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah ömrümüzə bərəkət versin. Analarımıza can sağlığı, uzun ömür. Çox sağ olun hər şey üçün. Var olasın. Mən Həsən Hüseynovun anasıyam. Bu süfrəli təşkil edənlərin Allah canını sağ eləsin. Ciblərdə don eləsin. Neyimiz yeriyim olmasınlar. Sağ olun, siz də sağ olun. Amin, Allah razı olsun. Siz ya da sağlığınız üçün siz də çox minnətdarıq. Şəhidimizin Bəhruzun oğlu Elnur qardaşımıza təşəkkür edirik ki, onda çox böyük əziyyəti oldu. Şəhidimiz də həyat yoldaşı oradadır, mən ona söz verirəm. Çox sağ olun, zaten. Allah kömək olsun. Mən də Mahmudov Həsən yoldaşıyam. Allah bütün ən təşəkkürlər, cansarı versin. Çox sağ olun. Sağ olun, sağ olun. Allah razı olsun sizdən. Allah köməyiniz olsun inşallah. Mən Baba kişiyizin anası. Allah canınıza sağlık versin. Allah razı olsun. Başta siz olmakla bu süfrəni təşkil eləməkdə, əməyi, zəhmət. Hərbiçilərimiz, Allah onları qorusun. Allah qorusun bunlar. Hər kəs təşkil edirsə onlara mən təşəkkür edirəm. Çox sağ olsunlar. Allah birəmin əvəzini versin. Amin, var olasın. Allah böyükdə əziyyət eləməsin. Qazilərimizi qorusun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qəbirlərin nuru. Amin, amin. Şükürler olsun ki torpaqlarımız alındı. Şükür, şükür. Onların da ruhu şad oldu. Biz de biraz hiç olmasa azca da təsəlli tapdınız. Ağır da olsa, çətin de olsa biz de bize təsəlli tapdıq doğrudan. Var olasın sana. Siz de sağ olun, var olun. Allah bundan belə balalarımıza hoş günler kısmet eləsin sizinle bakayım. Var olasın. Allah bundan belə bize çətin, ağır gün göstermesin. Amin. Uzun eləsin, çox sağ olun. 100 yaşan, Allah onların da yeni cennet. Amin. Şəhidlərin adını çəkin. Şəhidlər Bahəddin Rahil. Bahəddin oğlunuzdur. Rahil bacımın oğlu. Rahilsə bacısın oldu. Allah bacısına da ömür versin. Xəstədə Allah şəfasını versin. Yaşan, 100 yaşan. Siz anırsanız onu. Çok sağ olun. Var olasın. Allah Teala səni canı sağ eləsin. Allah həmişə başından uzaq götürsün. Allah təşkil hərbiçiləri qorusun. Allah şəhidlərimizin adını eləmət eləsin. Allah o dünyaların torpaqlarını, balalarını öldürsün. Oğlunuzun adını da deyin ana. Oğlunuzun adını. El-Muxtar Eldəniz Əloğlu. Allah ruhunu şad eləsin. Sağ ol qazana. Şəhid Beyrut'un anasıyam. Allah cəm şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Vətəni qoruyan oğlanları Allah qorusun, Allah devlətimizi qorusun, Allah Azərbaycan xalqının, Azərbaycan oğlanlarını qorusun. Sağ olsunlar, var olsunlar. Şəhid analarına Allah səbir versin. Amin.
Allah bütün Azərbaycan tavzatların qorusun. Allah bütün əsgərlərimizi qorusun. Oğlunuzun adını da deyin. Amin, amin. İmamlar qulunda olsun. Allah size çoxlu uzun ömür versin. Var olasın. Verilen insanları qəbul edin. Oğlunuzun adını da deyin. Əmir Zaur Rasimov. Əmirov Zaurun anasısınız. Allah ömrünüzə bərəkət versin. Sağ olun, çox sağ olun. Allah verdiğinizi de bəvəndaram qəbul edin. Amin inşallah. Bir-iki günün sahibi. Elnur qardaşımıza da təşəkkür edirik bu məclis üçün. Allah can sağlığı versin inşallah. Allah balalarına xeyirli işlər nəsib etsin. Şəhidimiz Bəhruzun oğludur. Birisi kəlmədə siz deyin inşallah. Allah şəhidlərə rəhmət eləsin, qazilərə şəfa, yetkinlərə can sağlığı, əsirlərə dövlət edin. Allah kişini qorusun. Mən çəkim sən də birisi kəlmədə. Bayramımız mübarək olsun. Değerli şəhid ailələri. Allah qazilərimizə şəfa versin. Əsgərlərimizə